Azərbaycanın ilk rekordlar kitabına girmiş Maqnit adamı hara gəlib? İlyasın kafesinə gəlib. Necəsən? Sağ ol, Allah razı olsun. Piti necə gedir? Piti. O vaxtda ben deməli 3 gündür Bakıdayım. Geçen dəfədə sen güzel havalimanından birbaşa buraya geldim. Hardan gəlmiş? Dostlarla Gürcistan'dan geldik. Havalimanından birbaşa buraya geldik ve harcımızı elədik. Ve oteli de biz buna yakın bir yerde seçtik. Yani inşallah tez buraya gelirim. Her gün İlyas'ın bir yemeğini deneyeceğim. Geçen de ben pikniği denedik. Çok hoşuma geldi bugün. Beynimizde pikniği. Yani yavaş yavaş. Evet. Ama hakikaten ben neyse hatırla demiyorum. Halal olsun İlyas. Vallahi halal olsun sana. Çok sağ ol. Ben Şəkidə doğmuşam. Bir Şəki deyirlər ki, meydan oxuna biz. Həqiqətən onlardan geri qalmır. Bəlkə də buranın ustası Şəkilidir, ya orada işləyir, ya bilmirəm. Amma hələlik hər şey möhtəşəm gedir. Babam maşallah bir göstərir. İnsandan geliyor. Bir baxsan, səsimiz oradan gedir. Gecə saat 3'ə qədər çatdırmamız mövcuddur. Gecə saat 3'ə qədər işləyirik. Çatdırmamız da mövcuddur. Çox sağ olun. Allah köməyiniz olsun. Sağ olun.